Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Əziz müəllimlər, bu gün sizə maraqlı bir sınaq izahımız olacaq. Sınağımız qeyd edim ki, çərçivə sənədində, yəni yeni qaydalara uyğun olaraq hazırlanıb. Əgər siz yeni qaydalar gözünüzü qorxudubsa, qətiyyən bundan qorxmayın. FES Akademi olaraq biz sizə dəstək olacağıq və metodikada, kurikulumda dəyişən nələr varsa, hər birinin izahı bir-bir kanalımızda paylaşılacaq. Bunun üçün kanala abunə olub bildirişləri açıq saxlayın ki, yeniliklər haqqında sizin məlumatınız olsun. Vaxt itirmədən sınağımızın izahına keçmək istəyirəm. Gəlin birinci suala baxaq. Biologiya müəllimi şagirdlərə təbii resurslardan səmərəli istifadə mövzusunda layihə işi verir. Şagirdlər yaşadıkları ərazidə bioloji resursları araşdırmalı, onların ekoloji sahibkarlıq üçün yararlılığını müəyyən etməli və məhsul hazırlamalıdırlar. Şagirdlər məhsulun posterini hazırlayaraq onun bioloji əsasını, iqtisadi faydasını izah etməlidir. Verilmiş situasiya ilə bağlı yanlış fikir hansıdır? Baxın müəllimlər, diqqətli olaq. Bizdən yanlış fikir istəyir. Bu tipli testlərdə adətən oxuyub anlama, təhlil sizdə yaxşı mənada inkişaf etməlidir və bunun üçün də tez-tez bu tipli situasiyaları dəfələrlə oxuyub nəyin baş verdiyini anlamaq lazımdır. Məsələn, biologiya müəllimi şagirdlərə hansı mövzuda layihə işi verdi? Şagirdlər layihəni aparanda nə etmişdilər? Məsələn, araşdırma aparıblar, sahibkarlıq üçün yararlı olan məhsulları müəyyən ediblər. Hətta burada onlar hər hansı bir məsələdə bioloji əsasını, məhsulun bioloji əsasını, iqtisadi faydasını da izah etməlidirlər. Və gəlib bir-bir variantlara baxırıq, görək yanlış olan nədir burada? Layihə fəaliyyətində şagirdlərdə həm elmi, həm də iqtisadi təfəkkür formalaşdığı üçün bu fənlərarası inteqrasiyanın tətbiqinə nümunədir. Bəli, burada fənlərarası inteqrasiya var. Soruşun niyə? Biologiya müəllimi layihə işi verir, təbii resurslardan səmərəli istifadə, ekoloji sahibkarlıq, informatika, yəni coğrafiya, informatika, biologiya, poster hazırlayacaq, orada sözlərdən istifadə edəcək, Azərbaycan dili, yəni bir neçə fənnin inteqrasiyasını burada görmüş oluruq. A variantı doğrudur. Şagirdlərin məhsul hazırlaması onların sahibkarlıq səriştəsini inkişaf etdirməklə yanaşı, qazandıqları bilikləri praktik müstəviyə keçirməsini təmin edəcək. Bəli, burada şagirdlər həm sahibkarlıq səriştəsi qazanacaqlar. Sual versəniz, niyə sahibkarlıq? Çünki məhsul hazırlayacaqlar. Baxın, bir layihə işi var və sonda şagird yararlı bir məhsul hazırlayacaq. O məhsulu hazırladığına görə də praktikada tətbiq edir. Yəni şagirddə bu tapşırığı yerinə yetirməklə həm bilik, həm də bacarıq formalaşmış olur. Baxaq C variantına. Layihə tədqiqat yönümlü olduğuna görə şagirdlərin layihə boyunca bir-birlərinə motivasiya verməsi, istiqamət verməsi onlarda savadlılıq kompetensiyasının inkişafına təsir edəcək. Əziz müəllimlər, baxın, əslində bizim bu situasiyamızda savadlılıq kompetensiyası ola bilər. Uşaqlar araşdırma edəcəklər. Amma sırf layihənin tədqiqat yönümlü olması, yəni cümlənin əvvəlində verilən sözlərlə bu savadlılığın bir əlaqəsi yoxdur. Savadlılıq kompetensiyası nəyə deyilirdi? Şagirdin şifahi və yazılı nitqi yaxşı inkişaf edirdisə, onun lüğəti zəngindirsə, bədii ədəbiyyat haqqında məlumatı varsa, natiqlik bacarığı varsa, gözəl xətti varsa, gözəl yazı yaza bilirsə, bu savadlılıq kompetensiyasına aid idi. Amma hal-hazırda C variantında savadlılıq yox, hansı kompetensiya olmalıdır? Şəxsi və sosial məsuliyyət, sahibkarlıq kompetensiyası olsaydı daha gözəl olardı. Çünki uşaqların bir-birinə istiqamət verməsi, layihənin həyata keçməsi üçün təşəbbüskarlıq göstərmək bu sahibkarlıq kompetensiyasına aiddir. D variantına baxaq, onu da izah edək. Layihə prosesində şagirdlər fərqli ideyaları müzakirə edəcək və komanda şəklində əməkdaşlıq edəcəkləri üçün onlarda kommunikativ bacarıqlar güclənəcək. Düzdür, layihə işində ümumiyyətlə şagirddə əməkdaşlıq bacarığı, 21-ci əsr bacarıqları, yumşaq bacarıqlar deyə bilərik, buna formalaşır. Layihənin məqsədi şagirdlərdə dayanıqlı inkişaf, ekoloji məsuliyyət və resursların idarə edilməsi kimi sosial dəyərləri formalaşdıracaq. Bəli, bu da bizim situasiyamızda öz əksini tapıb. Keçirik növbəti suala. 2.
Müəllim Məktəb Virtual Məkanda adlı müsabiqə təşkil edir. Müsabiqədə iştirak edən şagirdlərdən biri insanların onlayn platformalardan səmərəli istifadə üçün sayt hazırlayır. Yəni insanların onlayn platformalardan səmərəli istifadəsi üçün bir şagird sayt hazırlayır. Şagird layihə zamanı məlumat toplamaq, məzmunu kodlaşdırmaq və istifadəyə yararlı şəkildə təqdim etmək bacarığını nümayiş etdirəcək. Bu situasiyaya əsasən şagirddə hansı kompetensiyanın formalaşdığını deyə bilərik. Məktəb virtual məkanda şagird onlayn platformalardan səmərəli istifadə üçün sayt hazırlayır. Yəni burada şagirdin hansı bacarıqları daha üstündür? Təbii ki, mən deyəcəm, rəqəmsal bacarıq daha üstündür. C variantı. Biz kompetensiyaları yadımıza salaq. Kompetensiya nədir müəllimlər? Kompetensiya hər hansı bir insanda bilik, bacarıq, vərdiş, dəyər, keyfiyyətin kombinasiya olunmasıdır. Yəni bir insanda bilik də olmalıdır, bacarıq da olmalıdır, vərdiş də olmalıdır, dəyərlər də olmalıdır, müəyyən bir iş haqqında keyfiyyət də olmalıdır. Bu kompetensiyalar əsasında insanda 21-ci əsr bacarıqları yaranır və 2006-cı il Avropa Şurası müəyyən 21-ci əsr insanı üçün müəyyən kompetensiyalar müəyyən etmişdi. Məsələn, savadlılıq kompetensiyası, çox dil bilmək kompetensiyası, mədəni məlumatlılıq, rəqəmsal savadlılıq və s. Yəni bunların hər birinin də özünə məxsus məzmunu var. Bunları mütləq şəkildə bilmək lazımdır. Davam edirəm. 3. Azərbaycan dil dərsində müəllim şagirdlərin mətn oxuma sürətini yoxlamaq üçün hər birinə vaxt müəyyən edərək plan hazırlayır. Lakin oxuma bacarığı zəif olan şagird verilən vaxtı dəyərləndirə bilmədiyindən müəllim onun oxusunu yarımçıq kəsir, digər şagirdə keçir. Situasiyaya uyğun gələn fikri müəyyən edin. Deməli, biz burada nə gördük müəllimlər? Müəllim şagirdlərin oxuma sürətini yoxlayacaq və müəyyən bir plan hazırlayır ki, uşaqlar arasında vaxt bölgüsünü necə etməlidir? Uşaqlardan birinin oxuma bacarığı zəifdir, deməli potensialı zəif olan şagirddir bu və müəllim də onun oxusunu yarımçıq kəsərək digər şagirdə keçid edir. Bizdən uyğun gələn fikri istəyir. Müəllim təlim prosesində şagirdlərin iştirakını artırmaq üçün fərqli təlim metodlarından və interaktiv texnologiyalardan istifadə edir. Əslində fərqli təlim metodlarından istifadə etsəydi, o şagird geri qalmazdı. A variantı səhvdir. Müəllim dərs zamanı planlaşdırdığı fəaliyyəti şagirdlər arasında işbirliyini və bir-birinə dəstəyə təşviq edir. Müəllim təbii ki, biz elə bir plan görmədik ki, uşaqlar bir-birinə bu planda kömək etsin. B variantı da səhvdir. Müəllim kiçik summativ qiymətləndirmə keçirərkən qiymətləndirməni yazılı tapşırıqlar, təqdimatlar, layihələr, əl işləri üsullarından istifadə etməklə təşkil edir. Bəli, burada müəllim diferensiallığı qorudu C variantında, amma mənim situasiyamda diferensiallıq pozulub. Mən də pozulan variantı tapmalıyam. Müəllim şagirdlərin savadlılıq kompetensiyasını inkişaf etdirmək üçün bölmə ərzində onların müxtəlifliyini nəzərə almadan eyni mövzu üzrə yazı tapşırıqları verir. Bəli, müəllim şagirddə yuxarıda dedi oxu sürəti, aşağıda dedi savadlılıq kompetensiyasını formalaşdıracaq, amma uşaqların müxtəlifliyini nəzərə almıram. Əziz müəllimlər, dəyərli müəllimlər, bizim sinifimizdə hər potensialdan, hər belə deyək, biliyə malik, bacarığa malik şagird ola bilər. Hər səviyyədə biz uşaqlarla tanış oluruq. Amma biz inklüziv mühit yaratmalıyıq. Bizim yaratdığımız mühitdə təlimdə bərabər imkanlar mütləq şəkildə reallaşmalıdır. Diferensiallıq mütləq şəkildə reallaşmalıdır. Biz onların öyrənmə tərzini, onların intellektini, onların maraq və tələbatını müəyyən edərək onlara uyğun bir mühit yaratmalıyıq. Burada da şagirdlərdən əgər biri zəifdirsə, potensialı zəifdirsə, deməli müəllim inklüziv mühit yaratmalıdır. Yəni şagird sırf oxuya bilmədi deyə mən onu saxlayıb digər şagirdə keçə bilmərəm. Bu artıq mənim müəllim kimi işimi düzgün görməməyimin nəticəsidir. Davam edirəm. İnklüziv mühitin yaradılmasının səbəblərindən biri yanlışdır. Gəlin baxaq.
Şagirdlərdə bir-biri ilə və ətrafdakı insanlarla qarşılıqlı əlaqə qura bilmə qabiliyyətinə inam yaranır. Bəli, inklüziv mühit ümumiyyətlə biz deyirik ki, bu mühitin yaradılması, şagirdlərin cəmiyyətə inteqrasiya olunması, onların cəmiyyətdə özlərini daha rahat hiss etməsi, cəmiyyətin bir üzvü olduqlarını hiss etmələri çox vacibdir əziz müəllimlər. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərə şərait yaratmaq və öyrətmək üçün bütün siniflərdə köməkçi texnologiyalar mövcuddur. Əslində bəli, bu bizim ən böyük problemlərimizdən biridir ki, və ən böyük mənfi cəhətlərimizdən biridir ki, bizdə texnologiyalar yoxdur. Yəni o inklüziv mühitin yaradılmasında bəzi müəyyən resurslar var ki, biz ondan istifadə etməliyik. Tutaq ki, görmə problemi olan bir uşaq var, eşitmə problemi olan bir uşaq var, amma təbii ki, təəssüflər olsun ki, B variantı səhvdir, yəni texnologiyalar o qədər də çox deyil. Amma digər variantlar, məsələn, inklüziv sinifdə müəllim valideynlə, psixoloqla, mütəxəssislərlə bir yerdə işləməlidir, doğrudur. D variantında bütün insanlara qayğı və hörmətlə yanaşılmasına töhfə verir, doğrudur. Y variantında da inklüziv məktəblərdə müəllimlər müəyyən təlimlərdə iştirak edir ki, şagirdlər üçün diferensial bir şərait yarada bilsinlər. Bu da bəli, vaxtaşırı demək olar ki, dövlət tərəfindən tədbirlər keçirilir. Müəllimlər həmin təlimlərə cəlb olunurlar. Yəni Y variantında da səhvlik yoxdur. Davam edirəm. Müəllim idman dərsində şagirdlərlə birlikdə komandalar arası voleybol yarışı təşkil edir. İki qrupa bölünərək yarışı başa vuran komandalardan biri məğlub olur. Məğlub komandada olan fiziki imkanları məhdud şagird yarış zamanı hərəkəti məhdudlaşdırdığı üçün komanda yoldaşlarının fəaliyyətinə tam dəstək göstərə bilmir və məyus olur. Bu situasiyada müəllimin atacağı ən doğru addım hansıdır? Bir yarış təşkil olunur. Voleybol yarışında sağlamlıq imkanları məhdud bir şagirdin yavaş hərəkət etməsi ilə nə baş verir? Komandası uduzur və şagird də bundan məyus olur. İndi deyir, müəllim hansı addımı atmalıdır? Şagirdin düşüncə tərzini inkişaf etdirərək onun növbəti fəaliyyətlərdə aktiv iştirakını təmin edər. Əslində müəllimlər A variantı doğrudur, amma A variantında niyə biz A variantını götürə bilmirik? Burada şagirdin düşüncə tərzini mən nə vaxt inkişaf etdirərəm? Mən şagirdə hər cür şərait yaratmışam, amma yenə də alınmayıb. Orada mən şagirdə motivasiya verərəm. Burada şagirdin fiziki məhdudluğu nəzərə alınmayıb ki, çünki situasiyada deyil, hərəkət məhdudluğundan komandası qalib gələ bilməyib. Yəni müəllim burada artıq bir səhv addım atdığına görə biz A variantını düzgün götürə bilmərik. Şagirdin məyus olmaması üçün müvəqqəti olaraq müəllim onu uzaqlaşdırmalıdır. Bu da səhv fikirdir, götürmürük. Bizdən doğrunu istəyir. Gəlin elə burada çıx qoyaq. Şagirdin yarışa pozitiv şəkildə qoşulmasını təmin etmək üçün bu vəziyyəti qabartmadan növbəti fəaliyyəti planlaşdırdığı kimi davam etməlidir. Xeyr, yəni bu məsələ şagirdin hərəkət məhdudluğu üzərindən bir problem yaranıbsa, müəllim bunu həll etməlidir. Şagirdin daha yaxşı iştirakını təmin etmək üçün planda və infrastrukturda dəyişiklik edə bilər. Bəli, ya planda, ya da şagirdə uyğun dəstəkləyici mühiti mütləq şəkildə yaratmalısan. D variantı bizim doğru variantımızdır. Y variantında deyir ki, şagirdi psixoloqun yanına göndərmək lazımdır. Təbii ki, bu da bizim situasiyamıza aid deyil. 6-cı suala baxaq. Metakognitiv bacarıqlarla bağlı uyğunsuzluğu. Uyğunsuzluq deyəndə həmişə öz-özünüzə deyin ki, məndən istəyir ki, mən burada səhvi tapmalıyam. Gəlin baxaq. Metakognitiv bacarıqlar şagirdlərə öz öyrənmə proseslərini anlamağa, necə effektiv öyrənə biləcəkləri barədə düşünməyə, nəticələrini daha da yaxşılaşdırmaq üçün səmərəli strategiyalar müəyyən etməyə kömək edir. Bəli, öyrənmə prosesini anlamaq, öz öyrənmən barədə düşünmək, onu yaxşılaşdırmaq üçün strategiyalar müəyyən etmək metakognitiv bacarıqdır. Bizdən nə istəyir? Səhv istəyir.
Metakognitiv bacarıqlar sayəsində şagirdlər daha yaxşı qavradıqları üçün daha tez öyrənirlər və əldə etdikləri məlumatı uzun müddət yaxşı yadda saxlaya bilirlər. Bəli, hər bir insan müəyyən strategiyada əgər müəyyən etsə ki, mən hansı strategiyadan istifadə etsəm daha gözəl öyrənə bilərəm, öyrəndiyim mövzu da uzun müddətli sənin yaddaşında qalacaq. Metakognitiv bacarıqların şagirdlərdə formalaşdırılması onların akademik nailiyyətin yüksək olmasına təsir edir. C variantı da doğrudur. Təbii ki, mən yaxşı öyrənmə strategiyası müəyyən etsəm, o mənim öyrənməmdə də böyük rolu olacaq. Metakognitiv bacarıq şagirdlərdə məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirməklə onların həm karyera, həm də şəxsi həyatlarında düzgün qərarlar qəbul etməsinə şərait yaradır. Müəllimlər, metakognitiv bacarıq şagirddə yadda saxlayan tənqidi təfəkkürün formalaşmasına təkan verir. Yaradıcı, məntiqi bunlar arxa plandadır, amma birinci biz tənqidi təfəkkürü burada görməliydik. Ona görə D variantı bizim yanlış variantımızdır. Y-yə də baxaq. Metakognitiv bacarıqları formalaşdırmaqda məqsəd şagirdlərə öyrənmə fəaliyyətinə nəzarət etməyi, öyrənmə strategiyalarında dəyişiklik etməyə kömək etməkdir. Y variantı doğrudur. Yenə də deyirəm, yadda saxlayın. Metakognitiv bacarıq insanın özü haqqında məlumatlı olması, məntiqi və yaradıcı təfəkkür deyil. Özün haqqında məlumatlı olmaq, öz güclü və zəif tərəflərini bilmək tənqidi təfəkkürə aiddir. 7-yə baxaq. Müəllim Down sindromlu şagirdin sinfə adaptasiyası üçün insanlarda fərqliliyin təbii olduğunu, hər bir şagirdin özünə məxsus özəllikləri var kimi fikirləri şagirdə təbliğ edir, şagirdlərinə. Lakin sinifdəki şagirdlərin valideynlərindən biri Down sindromlu olan şagirdin övladı ilə birlikdə təhsil almasına narazılıq edir. Valideyn iclasında bildirir ki, bu şagirdə görə sinifdəki hər kəs öyrənmədən geri qalacaq və bu da uşaqların imtahan nəticələrinə təsir edəcək. Müəllim hansı addımı atsa daha uğurlu olar? Sağlamlıq imkanları məhdud olan bir şagird var. Sinifdəki valideynlərdən biri də etiraz edir ki, həmin şagird bizim övladlarımızla bir yerdə oxumasın ki, bizim övladlarımızın nəticəsi aşağı düşəcək. Müəllim Down sindromlu şagirdin valideyni ilə fərdi görüşərək ona digər valideynlərin reaksiyasını çatdıra və övladının psixologiyasını qorumaq üçün onu inklüziv mühit olan başqa bir məktəbə keçirməsini təklif edə bilər. Bu birbaşa nədir? Onu cəmiyyətdən ayırmaq, uzaqlaşdırmaq, ayrı seçkilik etmək, qərəzli yanaşmaq deməkdir. A variantı səhvdir. Müəllim valideynlərlə sinif iclası təşkil edir, sinifdə baş verən məsələlərin həllini sinif rəhbərinin və məktəb rəhbərliyinə aid olduğunu bildirə bilər. Bu da valideynlər özünü üstün görmək deməkdir. Yəni bu cürdə valideyni sakitləşdirə bilməz müəllim. B variantı da səhvdir. Müəllim Down sindromlu şagirdə sinif mühitində ayrıca zaman ayıra və digər şagirdlərin də dəstəyindən istifadə edə bilər. Deməli, ayrıca zaman ayıra bilər və digər şagirdlərin dəstəyindən də istifadə edə bilər. Bunu hələlik saxlayırıq. Müəllim narazı valideynə həmin şagirdin hüquqlarını pozduğu üçün qarşı tərəfin valideynlərinin də onun övladını sinifdən uzaqlaşdırması istəyində ola biləcəyini izah edə bilər. Bu da yenə də deyirəm, doğru deyil. Müəllim şagirdlər arasında buzqıran strategiyasından istifadə edə bilər və sinifin valideynlərində emosional zəkalıqla bağlı iclas təşkil edə bilər. Bəli, mən buzqıran strategiyasından istifadə edirəm ki, şagirdlərimlə həmin şagird arasında gözəl münasibət yaransın, empati hissi yaransın və valideynlərə də emosional zəka ilə bağlı məlumat verirəm. Elə emosional zəkanın da içində empatiya var, insanları başa düşmək var, münasibətlərin idarə edilməsi var. Yəni hər bir valideyn empati qurmalıdır ki, bu hamıda ola bilər. Yəni bu heç kəs bu hadisədən sığortalanmayıb və biz başqasının övladına, öz övladımıza necə baxırıqsa, başqalarının da övladına elə baxmalıyıq. Əgər bir valideynin xüsusi qayğıya ehtiyacı olan övladı varsa, biz onları göz ardı etmək, onları uzaqlaşdırmaq yox, həmin valideynlərə, həmin uşaqlara dəstək olmalıyıq. Güc birlikdədir. Bir yerdə dəstək olaraq həm valideynə, həm də onun övladına kömək etmiş olarıq. C variantını niyə götürmədim müəllimlər?
Burada birinci söhbət valideyndən gedir. Yəni valideynin birinci müəllim ələ almalıdır. İkinci də mən sinif mühitində ona ayrıca zaman ayırmaq və digər şagirdlərin dəstəyindən istifadə etməklə mən heç vaxt valideynin narazılığını aradan qaldıra bilmərəm. Yəni burada birbaşa həm şagirdlərlə, həm də valideynlərlə iş görmək lazımdır ki, o da Y variantında öz əksini tapıb. Davam edirəm 8-ci sualla. Deməli, sinifdə şagirdlərdən birinin rəsm çəkmək qabiliyyəti çox yüksəkdir. Onun rəsmləri sərgilərdə nümayiş etdirilir. Rəsm yarışlarında tez-tez ilk yerləri şagird qazanır. Müəllim şagirdin bu istedadına görə onu digər şagirdlərdən fərqləndirir, tərifləyir, nümunə göstərir. Və şagirdlər də təbii ki, bir qısqanclıq hissi yaranır. Sinif yoldaşları kimi diqqət mərkəzində olmaq istəyirlər və düşünürlər ki, bir daha heç kəs, yəni ən yaxşı həmin şagirddir və onun kimi olmayacaqlarını düşünürlər. Nəticədə sinifdə gərgin bir mühit yaranır. Verilmiş situasiya ilə bağlı doğru fikri müəyyən edin. Gəlin baxaq. Müəllim sinifdə gərgin mühitin olmaması üçün şagirdi tərifləməməlidir. Şagirdi tərifləməlidir, amma müəllimin burada etdiyi emosional tərifləmədir. Müəllim şagirdə konstruktiv rəy verə bilər, yadda saxlayın, emosional rəy verə bilməz. Müəllim bütün sinifə sadə tapşırıqlar verə bilər ki, hər kəsin bacarığı təmin olunsun. Bu da doğru deyil. Bəs yüksək potensiallı olan uşaqlar o zaman geri qalacaq. Ona görə B doğru deyil. Müəllim rəsm çəkmə qabiliyyəti yüksək olan şagirdlə bərabər digər şagirdlərin də öz bacarıq səviyyələrinə uyğun rəy verə bilər. Bəli, C variantı bizim doğru variantımızdır. Yəni konstruktiv rəyi yadda saxlayın, bu həmişə sizə lazım olacaq. Emosional rəy olmaz. Sən ağıllısan, sən zəkalısan demək olmaz. Müəllim digər şagirdlərdə də yüksək səviyyədə rəsm çəkmək bacarığı formalaşdırmaq üçün əlavə məşğələlər keçərək şagirdlərin səviyyələrini bərabərləşdirməlidir. Burada söhbət bundan getmir. Yəni söhbət ondan gedir ki, müəllim bir şagirdə rəy verir, o biri şagirdləri göz ardı edir. Müəllim sinifdəki şagirdlərə məşhur rəssamların əsərlərinə baxaraq onların taktikalarından istifadə etməyi tövsiyə edə bilər. Bu da səhv fikirdir. Yəni ən doğru variantımız bizim C variantımızdır. Dəyərli müəllimlər, əgər bu izah sizə yararlı olacaqsa, videonu bəyənib paylaşmağı unutmayın. Siz də bizə dəstək olmuş olarsınız. Və qeyd edim ki, hər həftənin bazar günü bizim canlı dərslərimiz olur. Ya sınaq izahı, dərs izahı və yaxud da ümumi sınaqlar, mövzu sınaqları kanallarımızda paylaşılır. Yəni həm ödənişli, həm də ödənişsiz formada hazırlaşan müdavimlərə dəstək olmaq üçün biz bu addımı atırıq. Qeyd edim ki, Zəfər gününə özəl çox gözəl bir kampaniya var FES Akademidə. Mütləq şəkildə bundan yararlanmaq üçün 055 527 25 99 nömrəsinə mesaj yaza bilərsiniz. Davam edirəm. 9-cu sualda da yenə sualımız hansı fəaliyyət inklüzivliyi təmin etmir? Müəllim keçirilmiş mövzu zamanı sual-cavab prosesinə bütün şagirdləri cəlb edir. Doğrudur. Müəllim şagirdlərlə işi təşkil edən zaman fəaliyyət uğurlu olsun deyə diqqəti onların nəyi bacarmadıqlarına yönəldir. Təbii ki, bu səhvdir. Nəyi bacarmadıqlarına niyə yönəldim ki? Yəni, niyə neqativdən başlamalıyam? B variantı səhvdir. Digər variantları da izah edim. Müəllim qrup işində hər qrupa müxtəlif potensiallı şagirdlərdən, müəllim qrup işində hər qrupa müxtəlif potensiallı şagirdlərdən seçim edir. Yəni, müxtəlif potensiallı uşaqlar olur, qruplar, heterogen qruplar təşkil edir. C variantda bir problem yoxdur. D variantına baxaq. Müəllim dərsdə fiziki məhdudiyyəti şagirdin daha yaxşı iştirakını təmin etmək üçün dəstəkləyici mühit yaradır. Doğrudur, bu səhv deyil. Yəni, burada demir, bəzən müəllimlər mənə sual yazıblar ki, müəllimə, ancaq fiziki məhdudiyyəti şagirdlərə yox, axı müəllim bütün şagirdlərə yaratmalıdır. Burada da onu demir ki, yalnız fiziki məhdudiyyətli şagird üçün yaradır. Sadəcə deyir ki, fiziki məhdudiyyətli şagird üçün dəstəkləyici mühit yaradılmalıdır. Müəllim şagirdlərə dərsin məzmunu təqdim edərkən onların öyrənmə tərzini nəzərə alır. Bu da doğrudur. Növbəti sualımız 10-cu sual. Müəllim sinifdə layihə işi təşkil edir və şagirdləri komandalara bölür. Komandalarda müxtəlif xüsusiyyətlərə malik şagirdlər var və layihə işində digər şagirdlər onların fikirlərini qəbul etmək istəmir. Onlara qarşı dözümlülük göstərmir.
Bu situasiyada müəllimin hansı strategiyası səmərəli olmaz? Layihə işində komandalar yola getmir, bir-birlərinin fikirlərini qəbul etmirlər. Yəni bunlarda kommunikasiya, ünsiyyət, əməkdaşlıq bacarıqları zəifdir. Şagirdlərlə sinif iclası keçirərək başqalarının hiss və düşüncələrinə empatiya göstərməyi, fərqli fikirlərə dözümlülük göstərməyin əhəmiyyətini vurğulayar. Bu doğrudur. Müəllim hər bir şagirdin bir fərd olduğunu və hər kəsin özünə məxsus güclü və zəif tərəflərinin olduğunu anlamağa yardım etmək üçün müzakirə təşkil edə bilər. Doğrudur. Müəllim sinif işi təşkil edərkən şagirdlərə hamı bir nəfər hamı üçün şüarı altında tapşırıq verərək onları yardımlaşmağa və əməkdaşlığa sövq edər. Bu da doğrudur. Müəllim sinifdə gərgin mühit yaranmaması və şagirdlər arasında bu cür hallar yaşanmasın deyə onları ayrı-ayrı qruplarda işləməyi tapşırır. Bax, bu səhvdir müəllimlər. Yəni müəllim problemi həll etməmiş, problemin ən gözəl həlli bu deyil. Onda gedin ayrı-ayrı tapşırıqlar edin. Bu uşaqlar arasında mən kommunikasiyanı gücləndirməliyəm, əməkdaşlığı normal bir hala gətirməliyəm ki, uşaq fərdi də çalışmalıdır. Qrup işində də əməkdaşlıq etməlidir. Cütlərlə də əməkdaşlıq etməyi bacarmalıdır. Kollektiv də əməkdaşlıq etməyi bacarmalıdır. D variantı ona görə səhvdir. Davam edərəm 11-ci sualla. Müəllim şagirdlərin daha yaxşı nəticə göstərməsi üçün əlavə ev tapşırığı verir. Valideyn ev tapşırığının çox olmasından narahatdır və müəllimə iradını bildirir. Bu zaman müəllim hansı addımı atsa daha uğurlu olar? Təbii ki, bu ART-nin sualıdır. Yəni sertifikasiyanın qəbul suallarından biridir. Baxın, ev tapşırığı çoxdur, valideyn də şikayət edir. Bizə deyir ki, müəllim hansı addımı atmalıdır? Valideynin iradını görməzdən gələrəm. Elə burada üstündən xətt çəkirəm. Valideynlə hər bir müəllim əməkdaşlıq etməyi bacarmalıdır. Valideynə işimə qarışmamasını bildirərəm. Bunun üzərinə xətt çəkirəm, heç axırını oxumuram. Tapşırıqların faydasını valideynlə müzakirə edərəm. Tapşırıqların onun övladı üçün olan əhəmiyyəti barədə söhbət edərəm. Bəli, C variantı bizim doğru variantımızdır. Yəni valideyni anlamaq, empatiya göstərmək, təşəbbüsü ələ almaq müəllimin vəzifəsidir. İşini strategiyalı şəkildə qurmaq üçün, səriştəli müəllim olmaq üçün ən böyük addımlardan biridir ki, valideyni ələ almağı bacarmalısan. Valideyni dərs hissə müdürünün yanına dəvət edərəm ki, səlahiyyətli biri məsələni daha yaxşı izah etsin. Bu artıq sənin müəllim kimi səriştənin daha zəif olmasının göstəricisidir. Dərs ilinin əvvəlində müəllim valideyn qaydalarını onlara xatırladaraq, problem həll olunmasa, övladının sinifini dəyişməsini deyərəm. Bu da təbii ki, səhvdir. 12-ci suala baxaq. Deməli, tarix müəllimi yeni mövzunu təqdim edərkən əvvəlcə şagirdlərin mövzu ilə bağlı əvvəlki biliklərini soruşur və açıq suallar verir. Şagirdlər öz fikirlərini sərbəst şəkildə ifadə edir. Bundan sonra müəllim dərs boyunca həm qrup tapşırıqlarından, həm də fərdi tapşırıqlarından istifadə edərək hər bir şagirdin fəal iştirakını təmin etməyə çalışır. Müəllim şagirdlərin cavablarını qiymətləndirir və dərsi onların ehtiyaclarına uyğun yönləndirir. Verilmiş situasiyaya uyğun hansı fikir doğru deyil? Tarix müəllimi deməli şagirdlərə əvvəlcə açıq sual verir, uşaqlar sərbəst şəkildə öz fikirlərini bildirirlər. Müəllim sonra həm qrup tapşırıqları verir, həm fərdi tapşırıqlardan istifadə edir. Çalışır ki, bütün şagirdlər fəal olsun sinifdə və dərsi də onların ehtiyacına uyğun yönləndirir. Yəni şagird yönümlü təlimdən istifadə edir. Gəlin baxaq. Müəllim dərsi planlayarkən şagirdin əvvəlki bilik səviyyəsini nəzərə alır ki, dərs daha məqsədyönlü və sistemli olsun. Düzdür. Yəni əvvəlki dərslər haqqında sual verirəm ki, şagirdin mövzu haqqında nə qədər məlumatı var. Müəllim əsasən dərsi mühazirə şəklində keçir və şagirdlər maksimum aktiv olsunlar. Mühazirə nə deməkdir? Ancaq müəllim danışır. Burada biz elə bir situasiya gördükmü müəllimlər? Yox, ona görə B variantı səhvdir. Mühazirə formasında keçirilən dərs müəllim yönümlü təlimə aiddir. Yadda saxlayın. Amma məsələn C variantı qrup və fərdi işlərin dərsi inteqrasiyası şagirddə həm əməkdaşlıq bacarığını inkişaf etdirəcək, həm öz fikrini ifadə etmə bacarığı doğrudur. Şagirdlərin cavablarına dəyər verilməsi onlarda açıq düşüncə tərzini formalaşdıracaq, doğrudur.
Müəllim dərsin gedişatını şagirdlərin inkişafı üçün düzgün formada qurur. Bu da doğrudur. Davam edirəm 13-cü sualla. Müəllim şagirdləri qruplara ayıraraq onlara məktəbdə sağlam qidalanma vərdişləri adlı bir layihə hazırlamağı tapşırır. Qrup üzvləri arasında layihənin həyata keçirilmə forması ilə bağlı fikir ayrılığı yaranır. Bəzi uşaqlar videoçarx hazırlamaq istəyir, bəziləri isə maarifləndirici poster düzəltmək istəyir. Müəllim bu vəziyyətə müdaxilə etmir və şagirdlərdən problemi öz aralarında həll etmələrini istəyir. Lakin onlar ortaq qərara gələ bilmədikləri üçün işin gedişi ləngiyir və layihə vaxtında tamamlanmır. Bu situasiyada verilənlərə əsasən sinifdəki fəaliyyət haqqında hansı fikir doğru deyil? Gəlin baxaq. Şagirdlərdə şəxsi və sosial kompetensiyanın formalaşmasına ehtiyac var. Deyə bilərikmi? Bəli, deyə bilərik. Çünki şəxsi və sosial kompetensiya da həm burada öz karyeran, öz gələcəyin, öz hədəflərin, öz planların, strategiyaların var. Eləcə də məsələn komanda daxilində işləmək, hər kəsə kömək etmək, yəni başqalarının da öyrənməsində yararlı olmaq önəmlidir. Amma bizdən nəyi istəyir? Hansı fikir doğru deyil istəyir. Bir doğrudur. Müəllim problemli vəziyyəti şagirdlərin özlərinin həll etmələrinə şərait yaratmaqla onlarda problem həll etmə bacarığı formalaşdırmaq istəyir. Təbii ki, baxın, iki səhvdir. Niyə səhvdir? Burada müəllimin vəziyyəti problem həll etmə bacarığı deyil. Burada müəllimin məsələyə etinasız yanaşmasını biz görürük. Yəni göz ardı eləməklə şagirdlərdə problem həll etmə bacarığı formalaşmayacaq. Situasiyadan görünür ki, şagirdlərdə sosial bacarıqlar yetəri qədər inkişaf etməyib. Baxın, 3 də düzdür. Ona görə müəllimlər avtomatik olaraq 1-i və 3-ü variantlardan elə çıxardırıq. Qalır nə? 2, 4, 5. Şagirdlər tapşırığı ona görə edə bilmirlər ki, layihənin məzmunu onların potensialına çətindir. Elə bir situasiya ilə qarşılaşdıq 13-cü sualda. Xeyr, ona görə 4-ü götürürük. Layihənin mövzusu şagirdlərin maraq dairəsinə uyğun deyil, ona görə onlar işi vaxtında və tam şəkildə çatdıra bilmirlər. 5 də səhvdir. 2, 4, 5. A variantı bizim oldu doğru variantımız. Çünki burada şagirdin layihəni yerinə yetirməməsində əsas səbəb problem həll etmə bacarığının olmaması, ünsiyyət bacarığının zəif olması, yəni bu səriştələrin şagirddə formalaşmamasıdır. Müəllim dərs zamanı qrup işindən istifadə etməyi planlaşdırır. Təsadüfi seçimlə şagirdləri qruplara ayırır. Təsadüfi. Elə olur ki, qruplardan biri digərlərindən fərqli olaraq yalnız təlim nailiyyəti yüksək olan şagirdlərdən ibarət olur. Müəllim qruplardakı balanssızlığı aradan qaldırmaq üçün müxtəlif qabiliyyət, xüsusiyyət, potensiallı şagirdlərdən ibarət yeni qruplar yaradır. Hansı fikir yanlışdır? Müəllimin fəaliyyəti ilə bağlı hansı fikir yanlış ola bilər? Əziz müəllimlər, yadda saxlayın. Müəllim burada təsadüfi seçim etdi və gördü ki, elə qrup var, burada ancaq potensialı yüksək olan uşaqlardır. Elə qrup var ki, burada ancaq potensialı zəif olan qrup uşaqlar var. Ona görə təzədən qrup yaradır, heterogen qrup yaradır və diferensiallığı təmin edir artıq burada müəllim. Yəni bir qrupda müəllimin həm zəif, həm güclü, həm orta, həm aşağı səviyyəli uşağı olmalıdır. Əgər mənim sinifim homogen sinif deyilsə, homogen nə deməkdir? Eyni potensiallı uşaqların bir sinifdə toplaşması. Belədirsə, zaten hamı eyni potensiallıdır, hamı savadlıdır sinifdə, hamı bilik və bacarıqlıdır sinifdə. Amma biz əsasən heterogen qruplardan istifadə edirik. Heterogen qrup odur ki, 20 şagirdim, 25 şagirdim var. Hərəsi də ayrı-ayrı intellektli, ayrı-ayrı bacarıqlı uşaqlardır. İndi mən güclüləri bir tərəfə, zəifləri bir tərəfə yığa bilmərəm müəllimlər. Yadda saxlayın. Bu addım atmaqla müəllim şagirdlər üçün inklüziv mühit yaratmağa çalışır. Bəli, bu doğrudur. Müəllim sosial ədalət prinsipinə əsaslanır. Hər bir şagirdin öyrənmə tərzini nəzərə alır. Doğrudur. Müəllim qrup tərkibini dəyişməklə şagirdlərin metakognitiv bacarıqlarının formalaşmasına şərait yaradır. Bizim bu situasiyamızın metakognitiv bacarığa aidiyyatı yoxdur. Metakognitiv bacarıq nədir? İnsanın öz öyrənməsi haqqında məlumatı olması, idraki proseslərindən məlumatlı olması. Ona görə C variantı situasiyamıza uyğun deyil.
Müəllim bu addımı atmaqla şagirdlərdə sosial və şəxsi məsuliyyət kompetensiyasını reallaşdıracaq. Doğrudur. Müəllimin bu addımı atmaqda məqsədi şagirdlər arasında yarana biləcək narazılığın qarşısını almaqdır. Təbii ki, bir qrup güclü, bir tərəf zəif olsa, güclülər qalib gələcək və o zaman sinifdə bir xaos yarana bilər. 15-ci sualımıza baxırıq. Hansı fikir yanlışdır? Gəlin baxaq. Müəllim səmərəli təlim mühiti formalaşdırmaq üçün şagirdini tanımalıdır, onun haqqında bütün əhəmiyyətli məlumatlara malik olmalıdır. A. Doğrudur. Şagirdiyönümlü təlimin səmərəli olması üçün müəllim sinifdə fasilitasiya etməlidir. Düzdür. Fasilitator nə deməkdir? Yol göstərən deməkdir. Düzdür, müəllim hər zaman şagirdin yanında müvəqqəti dəstək olmalıdır. Yəni müvəqqəti yol göstərib sonra geri çəkilməyi bacarmalıdır. Elə yol göstərməliyəm ki, mən nə vaxtsa geri çəkilim. Yəni hər an şagirdin yanında olmaq olmaz. Dərs prosesinə aid olan bütün fəaliyyətlər bir-biri ilə əlaqəli olmalı. Öyrənmə fəaliyyəti təlim nəticələrinə və qiymətləndirmə meyarlarına yönəlməlidir. C variantda doğrudur. Hər bölmənin sonunda mütləq layihə işi olmalıdır ki, şagirddə həyati bacarıq formalaşsın. Təbii ki, D variantı səhvdir. Hər layihənin sonunda mütləq bu olmalıdır deyə bir şey yoxdur müəllimlər. D variantı ona görə səhv fikirdir. 16-ya baxaq. Müəllim dərsdən sonra şagirdlərə texnologiyanın yeniyetmələrin yuxu rejiminə təsiri mövzusunda layihə tapşırığı verir. Şagirdlər bu mövzuda müxtəlif elmi məqalələr, bloqlar və videolardan istifadə edirlər. Onların məqsədi bu mənbələr arasında etibarlı olanı seçib araşdırmaqdır. Bizdən doğru fikri istəyir. Tapşırıq şagirdlərdə savadlılıq kompetensiyasının və fəal vətəndaş mövqeyi kompetensiyasının formalaşmasına xidmət edəcək. Müəllimlər, burada fəal vətəndaş mövqeyi yoxdur. Savadlılıq kompetensiyası var amma. A variantını ona görə götürmürəm. Çünki, məsələn, burada texnologiyanın, yeniyetmələrin yuxu rejiminə təsiri mövzusunda araşdırma aparacaqsa, elmi məqalələr, vloqlar, videolar, burada rəqəmsal savadlılıq da var, savadlılıq kompetensiyası da var. Amma fəal vətəndaş yoxdur müəllimlər. Müəllimin şagirdlərə təqdim etdiyi layihə şagirdlərdə informasiya ilə doğru işləmək bacarığını və qeyri-verbal düşünməni formalaşdıracaq. Əslində yazılı mətnlərlə işləyir burada şagird, ona görə onda verbal düşünmə forması var. Qeyri-verbal yox, B səhvdir. Yadda saxlayın, verbal düşünmə formasına təkcə səsli düşünmək aid deyil. Əgər mən yazılı da nəsə yaza bilirəmsə, həm yazı, həm şifahi. Bu ikisi də verbala aiddir. Tapşırıq şagirddə özünü monitorinq bacarığını inkişaf etdirəcək. Özünü monitorinqdə o deməkdir ki, öz gördüyün işdən agah olursan. Yəni bunun da situasiyamızda metakognitiv bacarığın komponentidir. Aidiyyatı yoxdur. Tapşırıq akademik bilikləri yüksək olan şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmağa yönəlmişdir. Yəni təkcə akademik bilikləri yüksək olan şagirdlərdəmi? Yəni bütün uşaqlarda desəydi, okey, mən bununla razılaşardım, yəni doğru variant kimi götürərdim. Çünki həqiqətən də bu tipli tapşırıqlar şagirddə tənqidi təfəkkürü inkişaf elətdirir. Amma yalnız akademik bilikləri yüksək olan demək, bu artıq səhvdir. Müəllim şagirdlərin müxtəlif növ informasiya mənbələri ilə tanış olmasına şərait yaratmaqla onlarda məlumatı düzgün analiz etmə strategiyalarını inkişaf etdirir. Bəli, Y variantı düzdür. Şagird həm elmi məqalə, həm videolardan istifadə edəcək, etibarlı olanı seçib araşdıracaq. 17-ci suala baxıram. Dərs zamanı müəllim şagirdlərə tapşırıqlar verir, lakin zəng vurulur. Tapşırıq yarımçıq qalır. Müəllim şagirdlərin təlim nəticələrinə nə dərəcədə çatdığını müəyyən edə bilmir. Bu situasiyanın mümkün yaranma səbəbi nədir və həll yolu nədir? Gəlin baxaq. Müəllim tapşırıqları şagirdlərin səviyyəsinə uyğun hazırlamayıb. Dərsin əvvəlində şagirdlərin diqqətini cəlb etmək üçün uyğun fəaliyyət etmək lazım idi. Müəllimlər, burada əslində məsələ nədir? Tapşırıqların yarımçıq qalması və müəllim onların təlim nəticələrinə nə qədər çatdığını müəyyən edə bilməməsidir. Yəni şagirdin səviyyəsinə uyğun olub-olmamağı haqqında bir məlumat yoxdur burada. Ona görə A biz götürmürük A variantını. Müəllim şagirdlərin zehni inkişaf səviyyəsini nəzərə almayıb, yəni bu da bizim situasiyamızda öz eşini tapmayıb. Müəllim dərsin planlamasını effektiv şəkildə aparmayıb. Aha, bu variant ola bilər.
Dərs zamanı ediləcək tapşırıqlara ayrılacaq vaxtı əvvəlcədən müəyyən etmək lazımdır və bunu şagirdlərə bildirməyi lazımdır. Və burada da görürsüz ki, şagird tapşırıqlara vaxt çatdıra bilməyib. Yəni vaxt problemi yaşanıb, planlama düzgün getməyib burada. Ona görə də doğru variantımız elə C variantıdır. Davam edirəm 18 ilə. Müəllim tədris prosesində müzakirə apararkən eyni mövzunu müxtəlif üsullardan istifadə etməklə şagirdlərə izah edir. Heterogen sinifdə belə dərsin təşkili bütün şagirdlərin diqqətini cəlb edir və onların maraqla dərsi dinləməsinə şərait yaradır. Bizdən yanlış istəyir. Müəllim təlim prosesini qarşılıqlı fəaliyyət üzərində qurması şagirdlərdə həyati bacarıqların formalaşmasına səbəb ola bilər. Bəli, heterogen sinifdə müzakirə aparmaq, ümumiyyətlə müzakirə etmək şagirddə tənqidi təfəkkürü formalaşdırar ki, bu da həyati bacarığın bir nümunəsidir. A düzdür. Müəllim tədris prosesini effektiv şəkildə inkişaf etdirir, bütün şagirdləri həvəsləndirir və bununla da şagirdlərin fikirlərini səhbəst ifadə edəcəyi bir inklüziv mühit yaradır. B də düzdür. Müəllim şagirdlərin öyrənmə xüsusiyyətlərini nəzərə alır. Təhlükəsiz öyrənmə dəstəkləyici mühitin formalaşmasını təmin edir. Heterogen qrupun yaradılması ilə şagirdə dəstəkləyici mühitin formalaşdırılması deməkdir. Yəni uşaq artıq bütün uşaqlar əgər dərsə cəlb olunursa, bu müəllimin məqsədi budursa, deməli müəllim doğru yoldadır. Deməli, müəllim şagirdlərin maraq dairəsini və hazırlıq səviyyəsini izləyir. Atacağı addımı da buna uyğun olaraq tənzimləyir. Bu da doğrudur. Müəllimin fəaliyyətini belə qurması aktiv şagirdlərin geriləməsi ilə nəticələnəcək. Xeyr, müəllimlər, heç vaxt belə bir şey ola bilməz. Bəzən biz belə düşünürük ki, biz zəif uşaqlara da vaxt ayırsaq, bizim potensialı yüksək olan şagirdlərimiz geri qala bilər, amma bu doğru addım deyil. Əgər mən planımı düzgün qururamsa, hər iki tərəfdə uğur qazana biləcəm. Davam edirəm 19-la. Sinifdəki şagirdlərdən biri akademik cəhətdən uğurlu şagirddir. Ancaq son zamanlar onun diqqəti yayınır və tapşırıqları yerinə yetirməkdə çətinlik çəkir. Dərslərdə olan aktivliyi günü-gündən zəifləməyə başlayır. Müəllim şagirddə gördüyü bu neqativ dəyişikliyi göz ardı etməyə əvəzinə onları həll etmək istədiyini bildirir. Bizdən yanlış istəyir. Uğurlu şagirdlərdən birinin akademik nailiyyəti günü-gündən zəifləyir. Müəllim də istəmir ki, bu problem daha da artsın və istəyir ki, problemi həll etsin. İndi biz hansı halda müəllim doğru həll etməyəcək, onu tapmalıyıq. O şagirdə nə qədər məhsuldar, çalışqan bir şagird olduğunu, hər zaman yüksək dəyərləndirdiyini bildirib, onun motivasiyasını artıra bilər. Yəni bu biraz emosional rəy kimi görünməsin, amma şagirdin məhsuldar və çalışqan bir şagird olduğunu dilə gətirib ona konstruktiv rəy verirəmsə, burada heç bir problem yoxdur. Müəllim şagirddə son zamanlar dərsdə münasibətində müşahidə etdiyi problemi necə həll edə biləcəkləri barədə müzakirə təklif edə bilər. Yəni problemi aradan qaldırmaq üçün şagirdlə danışa bilərəm. Müəllim sinifdə səmərəli mühit yaratmaqla şagirdi narahat edən problemi müəllimlə paylaşmasını təmin edə bilər. Bu da doğrudur. Müəllim şagirdin neqativ davranışını göz ardı edib, fəaliyyətinə davam edərək şagirdin aktivliyini bərpa edə bilər. Yəni göz ardı edirəm ki, şagird özü nə vaxt düzələr. Təbii ki, burada D variantı səhvdir. Davam edirəm sonuncu sualla. Sonuncu sual qəbul tipli suallardan biridir və son dövrlər, yəni həm 2023, həm də 2024-cü ildə, 2025-ci ildə düşən sual tiplərindən biridir. Ədəbiyyat müəllimi 9-cu sinifdə Qasım bəy Zakirin satirik yaradıcılığını tədris edərkən dərsi daha interaktiv qurmaq qərarına gəlir. O şagirdlərə aşağıdakı tapşırığı verir. Qasım bəy Zakirin satiralarında sosial problemlərin tənqidini araşdırın. Bu məqsədlə kitabxanada, internetdə tədqiqat aparın. Zakirin dövrü ilə müasir dövr arasında oxşar sosial problemləri müqayisə edən vizual təqdimat hazırlayın və sinifdə təqdim edin. Qiymətləndiriləcək meyarlar hansılardır? Müqayisə etmək, araşdırma aparmaq və təqdim etmək. Müəllimlər, bu cür situasiyalarda siz meyarlarda daha yaxşı baxmalısınız ki, müəllim hansı meyarlar əsasında şagirdə qiymət verəcək? Müqayisə var, təqdimat var, araşdırma var. Bəs məsələ nədir? Qasım bəy Zakirin yaradıcılığı haqqında
sosial problemlərə, tənqidi baxmalıyam. Kitabxanada, internetdə məlumat tapmalıyam. Axırda da poster və slayd falan hazırlamalıyam. Gəlin baxaq görək hansı doğru deyil istəyir bizdən. Ədəbiyyatla yanaşı tarix və İKT biliklərinə əsaslandığı üçün tapşırıq fənlərarası inteqrasiyaya aiddir. Müəllimlər, bir doğrudur və avtomatik olaraq mənim variantlarımdan bir getdi. Müəllim şagirdlərə kontekstual təhlil və dövrlərarası müqayisə vasitəsilə tarixi, sosial təfəkkürü inkişaf etdirə biləcək. Bəli, burada şagird Qasım bəy Zakirin həyat və yaradıcılığını təhlil edəcək. Ona görə 2 də doğru olduğuna görə 2-lər də getdi. Avtomatik olaraq elə qalır variantlarda 3 və 5. Amma diqqətlə yenə də baxaq. Müəllimin məqsədi şagirdlərdə informasiya savadlığını, tənqidi düşünməni və yaradıcı təqdim etməni formalaşdırmaqdır. İnformasiya doğrudur, tənqidi doğrudur, amma yaradıcı təqdim etmək yoxdur burada. Deyirsiniz ki, ay müəllim, bəs uşaq video hazırlayacaq. Müəllimlər, hər video, hər qrafik, hər slayd yaradıcı təfəkkür deyil. Yaxşımı? Bax, bunu yadda saxlayın. 3-ü götürürəm. 4-ü niyə götürmürəm? Bəli, burada savadlıq kompetensiyası da var, informasiya səriştəsi də var. 5-ə baxaq. Müəllimin bu fəaliyyəti şagirddə emosional zəkanı ölçməyə xidmət edəcək. Emosional zəka da nədir? Hər hansı bir məsələdə şagirdin özünü tanıması, özünü idarə etməsi, insanlarla münasibət necə qura bilir, münasibətləri necə idarə edə bilir. O da bizim tapşırığımızda öz həllini təbii ki, yəni belə bir situasiya yoxdur. Bizim tapşırığımız bir şairin həyatı haqqında araşdırma aparmaqdır. Belə müəllimlər, yəni doğru variantımız 3 və 5 olacaq. İndi bizim sınağımızın izahı bitdi. Əgər bu sınaq sizə yararlı oldusa, qeyd etdiyim kimi mütləq kanala abunə olub, bəyənin, öz yaxınlarınızla paylaşa bilərsiniz. Bu tipli sınaqlar FES Akademi tərəfindən hər həftə sonu paylaşılır. Həm dərs izahları, həm test izahları demək olar ki, bütün ixtisaslardan paylaşılır. Metodika üzrə qeyd etdiyim kimi dəyişikliklər var və siz ən yeni qaydalarla, testlərlə, dərslərlə tanış olmaq istəyirsinizsə, yenə də biz bu yolda sizə dəstək olacağıq. Bundan qətiyyən narahat olmayın və kurikulumdan yüksək nəticə göstərməyiniz üçün əlimizdən nə gəlirsə edəcəyik inşallah. Noyabr qruplarına qeydiyyat başa çatmaq üzrədir. Əgər dərslərimizdən, ödənişli dərslərimizdən də bu tipli PDF-lərdən, dərs PDF-ləri, dərs izahları, mentor müəllimlərin 24 saat ərzində sizə göstərdikləri köməkdən yararlanmaq istəyirsinizsə, yenə 055 527 2599 nömrəsinə zəng edərək ətraflı məlumat ala bilərsiniz. Sağ olun, növbəti videolarda görüşərik.